qarmaq kimi burada bir kökü vardı bununki. Bunlar təbii ki, bir də çıxmağa mane olur da. Təsəvvür elə ki, bu sümükdür, bax belə dartırsan ki, ilişib qalır. Paralayıb, hissələyib çıxartdıq dişi ki, niyə görə paraladıq? Paralamaqda məqsədimiz odur ki, sağlam toxumanı, yəni sümüyü çox dağıtmayaq. Axı o diş rezin deyil ki, biz ona balaca dəlikdən dartıb çıxardaq eləyik. Məsələn, böyükdür, tutalım ki, məsələn deyirəm, bu latokdur, bu boyda bir dəliyimiz var. Bu latoku buradan çıxartmaq üçün biz komple sümüyü belə dağıtmalıyıq, böyük bir dəlik əmələ gətirməliyik. Amma belə bunu paralayanda, belə hissə-hissə o dəlikdən bu latokun paralarını çıxarda bilərik. Amma o yerləşdiyi lokalizasiya olduğu, dişin yerləşdiyi hissə ki var, oraya çox travma vermədən çıxartmış olur. Travma dediyim, yəni daha çox dağıtmadan çıxardırıq. Buna da invaziv yanaşma deyirik. Sümüyə invaziv yanaşdıq, maksimal, mən çox fikir verirəm ümumiyyətlə, dəlikləri filanları invaziv olsun, balaca açılsın. Kiçik dəlikdən, sümüyü kiçik dağıtmaları, kiçik müdaxilələrlə çıxardaq bunları.